Əziz qardaşlarım, hamınıza Allahdan qorxmağı, Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsiyyət edirəm. Bu həyatda yollar çoxdur. Bu həyatda insanların əksəriyyəti, hər 100 nəfərdən 99-u öz işlərini elə qurur ki, axırda cəhənnəmlik olur. Onlar vaxtlarını boşuna keçirir, əksəriyyəti də Allahın ayələrindən üz döndərir və beləliklə də cəhənnəm əhlindən olur. Biz, müsəlmanlar isə bu həyatda yaşamağın məqsədini bilirik. Nəyə görə yaşayırıq? Bu həyatda yaşamaq cənnəti qazanmaq üçündür. Bu həyatda hər gün 24 saat vaxtımız olur. O 24 saatın 8 saatını yatırıq. Bu 8 saatı əgər biz yatanda dua ilə başımızı yatağa qoyuruqsa, oyandıqda Allahı zikr etməklə oyanırıqsa, o 8 saat da bizim üçün savaba yazılır. Cahillər, nadanlar isə Allahı zikr etmədən yatır, oyananda da Allaha həmd etmir və beləliklə də 8 saatını itirir. Günə 8 saatdan ömrünün 1/3-ni o itirir. Biz müsəlmanlara isə Peyğəmbər sallallahu aleyhi və səlləm bundan da maksimum istifadə etməyin yollarını öyrədir. Təsəvvür edin ki, sizə 15 dəqiqə vaxt veriblər və deyiblər ki, 15 dəqiqə ərzində ən bahalı dükandan ürəyin istədiyini götür, sənindir. 15 dəqiqənin son saniyəsinə qədər əlini atıb nəsə götürəcəksən ki, vaxtını itirməyəsən. Sənin olsun. Bu həyatda da bizə 40 il, 50 il, 60 il nə qədərsə ömür verilib, o ömür başa çatan kimi canımızı alacaqlar. Və bir daha bu həyata qayıtmayacaq. Bu həyatda olan vaxtdan səmərəli istifadə etməliyik. Bu həyatda kimlər vaxtdan səmərəli istifadə edib, kimlər savab qazanıb, onların həyatına baxsaq, onlar kimi olsaq, onların qazandığını biz də qazanacaq. Bunlar da Allahın göndərdiyi peyğəmbərlər və onların yanında olan sahabələri.